Texnologiya Universitetinin rektoru Yaşar Ömərovun müəllimlərdən 500 manat tələbi var. Deməli belə. Sözü gedən ATU-nun rektoru Yaşar Ömərov Novruz bayramı qabağı yazdığı mükafatları müəllimlərdən zorla tələb edir. Əldə etdiyimiz məlumatlara görə Novruz bayramı münasibəti ilə ölkənin ali təhsil ocaqlarında müəllimlərə bayram mükafatları verilir. Həmçinin ATU-nun rektoru Yaşar Ömərov 200 manat müəllimlərə mükafat yazıbdı. Texnologiya Universitetindən əldə etdiyimiz məlumatlara görə rektor Yaşar Ömərov bir neçə gün olar ki, kafedralara, dekanatlıqlara tapşırıb ki, Novruz bayramı münasibəti ilə maaş və mükafatlar vaxtından əvvəl ödəniləcəkdir. Ödənilən maaş və mükafatı müəllimlərdən alaraq dövlət büdcəsinə dəymiş ziyanın geri qaytarılmasını tələb etdiklərindən Yaşar Ömərov dilənçiliyə başlayaraq müəllimləri hədəfə götürübdür. Xatırladaq ki, ATU-nun rektoru Yaşar Ömərovun haqqında 1.500.000 manat korrupsiya faktı təsdiqlənərək Gəncə prokurorluğunda qaldırılan işin yekunlaşması, prokurorluğun qərarı maliyyə ödənişini dövlət büdcəsinə qaytarılmasını tələb edilir. Buna əsaslanaraq Texnologiya Universitetinin rektoru Yaşar Ömərov universitetin rəhbər şəxslərindən və müəllim kollektivindən 500 manat pul tələbini dekan və kafedraların müdürlərinin öhdəliyinə qoyubdur ki, maaş və mükafatlar ödəniləndə müəllimlərdən deyilən məbləği alın, mənə gətirin. Bu gün və ötən günlər ərzində bir çox müəllimlər 500 manatı kafedra və dekanlara təhvil veriblər. Lakin adı çəkilən ümumi işlər üzrə prorektor iş prinsiplərinə qarşı çıxır. Vəzifə öhdəliklərini işə salıb, rektorun qanunsuz əməllərinin qarşısını almır. Qeyd edeyim ki, bu xəbəri pressinfo.az saytına istinadən sizlər üçün şərh etdim.